Həftə sonu baş tutan tədbirlərimizin birindən maraqlı süjetimiz var. Gəlin birlikdə baxaq. Mənim tərbiyəmdən kənardır. Eldar Qasımovun hədəfi kimdir? Düşünürəm ki, mən çox gözəl tərbiyə almışam. Bu yaxşı şeydir. İnsanlar tərbiyəsiz insanlardılar. Mənim tərbiyəyə baxışımdan onların baxışlarından çox fərqlənir. Mən adamam. Bu da mənim üstünlüyümdür. Bugün Lider maqazində Eldar Qasımov çox maraqlı açıqlamalar verəcək. Mən adamam. Bu da mənim üstünlüyümdür. Efirdə az-az görünən öz layihələrini gec-gec təqdim edən Eldar Qasımov. Eldar, səni xoş gördük. Necəsən? İşlər, güclər. Yox, mən bilmirəm, siz daha yaxşı bilərsiniz. Deyəsən son zamanlar işin gücün yoxdur. Əgər özünü qiymətləndirirsənsə, bu ən azı gözəl deyil. Eldar, xəbərim var ki, şou biznesdə yenidən heyvanat aləmi baş qaldırıb. Yəni ki, şou biznesdə olanlar yenə də heyvanlardan bəhs eləyirlər. Biri özünə at, digəri kəpənək, başqa biri kərtənkələ. Növbəti biri isə əjdaha deyir. Düzdür, əjdaha kərtənkələ köhnə söhbət olsa da, at, kəpənək yeni söhbətdir. Bəs sən özünə bu heyvanat aləmindən hansı heyvanı seçərsən? İndi mənim pişiyim var, mən pişik ellər olmalıyam. Evimdə pişiyim var, onu çox sevirəm. Hətta çoxlu insanlardan da çox sevirəm əslində. Çünki ən azı vəfalıdır, sədaqətlidir. Çünki onlar, həqiqətən onlara baxanda fikirləşirsən ki, canlısınız və bəzi insanlardan daha sevilməlisiniz. Elə pişikdən söz düşmüşkən, bəlkə xasiyyətcə, davranışca özünü bu heyvana bənzədirsən. Bəlkə də olar. Biz dedik, Eldarın ağlına batdı. Bəlkə də. Bundan sonra Eldara pişik Eldar deyək. Çünki mən hərdən sakit oluram, hərdən ümumiyyətlə çılğın oluram. Nəysə, zarafatlı söhbətimizi bir kənara qoyub, keçək ciddi məsələlərə. Eldar, bəs toy nə vaxtdır? Bu mövzu mənim üçün çox bağlı mövzudur. Dəfələrlə sənə demişdim. Bu mövzu bağlıdır. Sadəcə özümü indi əgər biz bu sevgidən danışsaq, hələ ki özümü sevirəm. Sən niyə şou həmkarlarından geri qalıb özünə təntəraqlı bir toy çaldırmırsan? İnsanlar müxtəlifdir, fikirlər müxtəlifdir. Kimsə bunun üstündə PR eləyə bilər, kimsə bunun üstündə pul qazana bilər. Dayan. Şou biznesdən uzaq olub, ara bir görsənib, ara bir yoxa çıxan Eldar olmaya, sən də kimlərəsə söz atırsan. Toy eləyir ki, pul qazansın, sonra da yarım ildən sonra boşanırlar. Sən canı, var da belə şeylər. Eldar gündəm xatirinə pul yığmaq xətrinə toy eləyən bəzi şou nümayəndələrinə söz atdı. O biznesin gözünü bağlamaq üçün evlənərsən. Yox. Eldar da evləndi. Yox, mənim vecimə deyil əslində. Yəni, mən heç vaxt heç kəsin və heç nəyin xətrinə heç nə eləmirəm. Özüm istəsəm, özüm istəyəndə eləyərəm. Bəlkə reklamın üçün lazımdır Eldarın evlənməyi? Yox, mənim reklamım mənim musiqimdir, mənim karyeramdır, mənim işimdir əslində. Bu mövzunu tez-tez Lider maqazində işıqlandırırıq. Eldar Qasımovun sevdiyi, bəyəndiyi xanım tipajı. Bu barədə zaman-zaman bizə açıqlamalar vermisən. Aradan bir müddət keçib, fikrində qətisən, yenə də o kriteriyalarda olan xanımları seçirsən? Ağıllı olmalıdır. Yəni, bəlkə mən 5-10 il əvvəl soruşsaz, mən deyərdim ki, belə sarışın, qaraşın, bilmirəm, ayaqları uzun və s. barmaqları uzun. Amma indi ümumiyyətlə belə şeylərə fikir vermirəm. Əsas ağıllı olsun. Çünki mən sadəcə görüşmək üçün heç vaxt görüşmərəm. Vaxt keçib, Eldar öz fikrindən daşınıb. İndi Eldar üçün gözəl qız ağlı ilə gözəl olandır. Birgə yaşamaq üçün gərək hər ikisi ağıllı olmalıdır. Heç olmasa biri olmalıdır da. Ona görə də bizim içimizdə xanım ağıllı olsa yaxşı olur. Hə, biraz keçsə sənin yaşına uyğun bu şou biznesdə subay xanım tapılmayacaq. Dayan, deyəsən biri yadımıza düşdü. Səmra. Səmra kim xanımı sevərsən? Mənim zövqümdədir. Əgər bir-birimizi sevsək, əgər bir-birimizə qarşı bir hisslər olsa, nəyə də yox, elə Səmrayla da. Eldar Səmra ilə yaxından tanış olub, onun xasiyyətinə bələd olub. Xasiyyətini sevsə, Səmra ilə də ailə həyatı qura biləcəyini dilə gətirdi. O aşk yarana bilərmi? Bilmirəm, onu gərək insan kimi tanımalısan. Sonda isə onun dediyi bu sözlərə diqqətlə qulaq asın. İnsan kimi tanısam
və insan kimi biz bir-birimizə necə deyərlər, uyğunlaşa səninlə də evlənə bilərəm. Ay Eldar, biz sənə nədən dedik, sən nədən danışdın? Deyəsən Eldar, Lider mağazinə elçi düşəcək. Özü də bilirsiniz kimə? Bizim müxbirimiz Aytaca. Nəinki Samira, səninlə də evlənə bilərəm. Daşdı. Bütün bunları Eldar bu günlərdə My Videonun ad günündə dedi. Biz də oradaydık. Öz təbriklərimizi də çatdırdıq. Bir daha dostumuz Seyranı təbrik edirik.